hörmətli tədbir iştirakçıları, başda şəhid anaları olmaqla, məktəb şagirdləri, məktəb kollektivi, müəllim kollektivi olmaqla hər birinizi salamlayıram və hər birinizə şəhidinizə dəyər verib onun ziyarətində gəldiyiniz üçün tək-tək hər birinizə özlərim minnətdarlığımı bildirirəm. Biz də öz növbəmizdə Şəhid Ailələrinə Qayğı Cəmiyyəti Abşeron rayon şöbəsi olaraq özümüzə bir borc bildik ki, mövludunda yanında olar, ona mənəvi dəstək olar və Könül xanıma da eyni zamanda cəmiyyətimizin sədri Müşfiq Əliyevin salamlarını çatdırıram. Çox sağ olsun. Özünüz bilirsiniz, bu ay ağır aylardır, tədbirlər çoxdur, özü də tədbirlərdə iştirak edir. Bölgə şöbə olaraq bizə tapşırdı ki, Könül xanımın yanında mənəvi dəstək olar. Bu bizim bir vətəndaşlıq borcumuzdur. Eyni zamanda mən keçən dəfə Hüseynin anım günündə bu evdə olanda nəsə özüm qəlbimdən keçdi ki, mən bu evə Hüseynin barelefini qoydurum. Bu mənim bir vətəndaşlıq borcum idi. Eyni zamanda vətənini sevən, şəhidinə qiymət verən, öz dövlətinin, torpaqlarının necə deyim, uğrunda, onun suverenliyi uğrunda canından keçən hər bir şəhidinin qarşısında özümü vətəndaşlıq borcu bilirəm ki, yəni onlara dərin ehtiramla yad etmək, onların valideynlərinin yanında daim olmaq, onlara mənəvi dəstək olmaq mənəvi borcumdur. Eyni zamanda dövlət başçımız da hər dəfə öz çıxışlarında bütün səlahiyyətli şəxslərə həmişə tövsiyə edir ki, yəni hər bir kəs kimliyindən asılı olmayaraq şəhid ailələrinin, veteranların, qazilərin yanında mənəvi dəstək olsunlar. Eyni zamanda bu minvalla da mən Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin müəllimə də özlərim minnətdarlığımı bildirirəm. Abdin müəllimin həmişə şahidi olmuşam ki, Abdin müəllim də hər dəfə şəhid ailələrinin, qazilərinin, veteranların yanında olur, onlara mənəvi dəstək olur, onların hər bir problemində yaxından dəstək olur. Eyni zamanda Abşeron rayonunun deputatı Nigar xanımda mən dəfələrlə şahidi olmuşam. Dəfələrlə, bəli, çünki mən dəfələrlə şəhid ailələrinin Nigar xanımın qəbulunda olmuşum və mən hətta şahidi olmuşam ki, Nigar xanım, Abdil müəllim hər dəfə şəhid ailələrinin problemlərinin həllində yaxından iştirak ediblər. Buna görə də dövlət başçımıza da, yəni icra hakimiyyəti başçısına, deputatımıza, hər bir kəsə, ümumiyyətlə, yəni şəhidinə, qazisinə hörmətlə yanaşan hər bir kəsin qarşısında şəxsən baş əyirəm, özlərim minnətdarlığımı bildirirəm və özümə də borc bilmişəm bu barelefi bura qoydurmağa və öz şəxsi mənafeyimizlə eləmişik bunu. Mən buna görə öz qrupumuzda olan şəhid analarımıza dərin minnətdarlığımı bildirirəm. Sağ olun, var olun, sizin sayənizdə, yəni yad edib bir-birimizi. Allah sizləri də var eləsin. Təşəkkür ederim sizlərə. İndi Könül xanımla yaxınlaşıb barelefin açılışını istəyərdim ki, birlikdə edək və şəhid analarımızın, cəmiyyətimizin xatirə çələngi də var, yəni onu da analarımız zəhmət olmasa xahiş edərdim, Hüseynin barelefinin qarşısına gətirərdilər analarımız. Açılışı elan edin. Ruhu şad olsun. Amin. Şad olsun, məkanı cəmiyyətlə. Adana kömək eləyin, gətirin. Hamınız birlikdə gətirin, qoyun. Ana, Nigar ana, sonradı mənə verin. Evin qapısını açdım. Allah rəhmət eləsin, yeri cənnətli məkan olsun. Nur içində yatsın. Bu cavanların bugünkü gün üçün, onlar şəhidlərimiz şəhid oldu. Bizim bugünkü günümüz üçündür. Balalarımızın fırağan yaşaması üçün. Allah rəhmət eləsin. Vətən, torpaq, azadlıq, xalq və müqəddəs dəyərlər uğrunda canını fəda edən insanlar milliyyətin azadlığı və gələcəyi naminə həyatlarını qurban verirlər. Şəhidlər xalqın qəhrəmanlıq rəmzidir. Onlar
Onların qanı ilə yazılmış tarix, onların qanı ilə yazılmış tarix azadlıq, cəsarətliyin və vətən sevgisinin simvoludur. Azərbaycanda yüzlərlə şəhid var. Şəhid Qarabağ uğrunda döyüşlərdə, 20 yanvar faciələrində, vətən döyüşlərində şəhid olan qəhrəmanlarımız xalqın qəlbində əbədi yaşayır. Kim deyir şəhidlər ölür? Yalandır. Şəhidlər torpağa yeni can verir. İllərdir yaralıdır Qarabağ, şəhidlər, qazilər ona qan verir. Tarix unutmayıb qəhrəmanları, bugün Qarabağda dastan yazıldı. Vətən torpağına göz dikənlərin alnına əbədi damğa basıldı. Vətənə canını qurban deyərək, ölümsüzlük yolunu seçdi şəhidlər. Torpağı düşməndən azad edərək, ömürlük tarixə keçdi şəhidlər. Mən şəhidəm, ölməmişəm Qarabağın dağlarında, çiçək olub açıram mən. Mən şəhidəm, ölməmişəm, günəş kimi vətənimin sabahına parlaq işıq saçıram mən. Qatil cümləsində qurban deyərək, gözünü sabaha dikdi şəhidlər. Üçrənci bayrağı öz torpaqları ilə vətən torpağına çəkdi şəhidlər. İnsan insan olur öz hünəri ilə, millət millət olur xeyri şəri ilə. Torpağın bağrına cəsədləri ilə azadlıq toxumu əkdi şəhidlər. Nur üzlü şəhidim, rahat uyu, rahat ya, torpağın azaddır, vətənin azad. Qanınla yağdıran təmizlətdiyin basmaz torpağına bir də yad ayaq. Hüseyin Nəcəfzadə, Hüseyin Nəcəfzadə 1997-ci ildə 11 oktyabr Saray qəsəbəsində dünyaya göz açmışdır və o bir sayılı orta məktəbi uğurla başa çatdırmış, ali məktəbi də bitirmişdir. O ali məktəbi bitirdikdən sonra hərbi hissəyə getmişdir. Hərbi hissədə baş leytenant işləmişdir və o Kəlbəcər, Tərtər rayonları üzrə müharibədə iştirak etmişdir və ona müharibədə iştirak edib və Kəlbəcər rayonunu işğaldan azad edəndə o şəhid olmuşdur və 16 sentyabr 2022-ci il o Kəlbəcəri işğaldan azad edəndə şəhid olmuşdur. 17 sentyabr 2022-ci ildə isə o Saray qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur və biz şəhidlərimizi qarşısında baş əyirik, onu ehtiramla anırıq. Sağ olun, çox sağ olun. Sorğusuz, sualsız cənnət gözləyir. Şəhadət şərbəti içən şəhidi. Borcudur yad etsin, gedib gələnlər, vətən üçün canından keçən şəhidi. Quranda aya var, Allah sözüdür. Şəhidlər ölməyib, sağdır deyirlər. Bunu ispat etmək haqqın sözüdür. Allahın yanında ruzi yeyirlər. Siz vətən yolunda can qurban etdiniz. Canımız sizlərin qurbanı olsun. Sizin bulağınızdan içdiyimiz su bütün şəhidlərin ehsanı olsun. Yenə candan can ayrıdır. Şəhidim var Azərbaycan, vətənin sağ olsun deyə igidim var Azərbaycan. Neçə evin çırağı söndü. Çox körpə atasını görə bilmədi. Ananın həyatı zülmətə döndü. O oğul bir daha dönə bilmədi. Mənim yoluma